Salam əziz izləyicilər, bugünkü avtomobilimiz Chery sinifinə aid olan Jayco J8 avtomobilidir. Avtomobil özü gəlibdi, amma belə bir problemi var. Söndürəndən sonra xoda düşmədi. Bunu kompüterə qoşduq. Belə bir xəta kodları var. Çoxdur burada. Temperaturu görmür. Klimat modulla əlaqə yoxdur. İndi biz bir axtaracaq ki, problem nədədir? Ümumiyyətlə bu avtomobil indi niyə işə düşmür? Rəm yatıram, fala baxıram. Əziz izləyicilər, bu avtomobilimizin qan xəttinin elektrik sistemidir. Deməli, problem radar modulunun özündədir. Bu radar modul içində qısa qapanma var deyə qan xəttini otuzdurur. Ona görə də avtomobil işə düşmürdü. Diqqətiniz üçün təşəkkürlər.